Ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması. Ədədin hissəsinin tapılması nə deməkdir? Misal, sual ola bilər ki, 48 ədədinin 8-də 7-si tap. Necə tapırsan? 48-i vurursan 8-də 7-yə. Necə hesablayırsan? 48-in məxrəcinə 1 qoyursan, ondan sonra da başlayırsan ixtisar aparmağa, bunları 8-də ixtisar aparsan, burada 6, burada 1 qalır. 1 birim 1, 6 7-nin 42, 42-nin də 1-ə böləndə nə qalır? 42 qalır. Növbəti mərhələdə isə biz baxırıq hissəsinə görə ədədin tapılmasına. Məsələn, deyir ki, 3-də 2 hissəsi 40 olan ədədi tap. Burada nə edirik? 40-ı artıq 3-də 2-yə bölürük. Yəni 3-də 2 hissəsi 40 olan ədədi tapılsın, 40-ı 3-də 2-yə bölürük. Orada da 40-ı vuracağıq. Nə edirik? Bunların yerlərini dəyişdirik. Çünki bölmədə biz demişik ki, yerlər dəyişilməlidir. 40-ın da məxrəcinə 1 qoyub, sonra həll edirik. İxtisar aparandan sonra burada 20 qalır, burada 1 qalır. 1 birim 1, 23-ün də 60. 60-ı da 1-ə böləndə 7 cavab 60 qalmış olacaq. Keçək növbəti hissəyə iş və hovuz məsələləri. Adi və onluq kəsrlər mövzusuna aid olan bəzi məsələlər həll etmək üçün mütləqdir ki, biz bu qaydaları bilək. Misal üçün, belə bir hissə ilə başlayaq. Deyək ki, bir nəfər bir işi 5 saata yekunlaşdırır. İndi sual, həmin şəxs 1 saatda işin hansı hissəsini görür? Belə hallarda nə edirik? Əgər bir işi 5 saata görürsə, deməli işin tamamını 5 saata yekunlaşdırır. Biz soruşuruq ki, 1 saatda işin hansı hissəsini görür? X hissəsini. Nə edirik? Çarpaz vurmaqla həll edirik. X vur 5 bərabərdir 1 vur 1-ə, x də bərabərdir 1 böl 5-ə. Deməli, biz gördük ki, əgər bir işi 5 saata yekunlaşdırırsa, 1 saatda işin 5də 1-ni görmüş olur. Gəlin, məsələn, nümunələrə baxaq. Deyir ki, birinci fəhlə bir işi 3 saata, digəri 5 saata yekunlaşdırır. Onlar birlikdə işləsələr, 2 saata işin hansı hissəsini görmüş olarlar və yaxud da görməmiş olarlar. Deməli, birinci görmüş hissəsini tapmaq üçün nə etməliyik? Birinci fəhlə bir işi 3 saata görürsə, 1 saatda işin 3də 1-ni görür. O biri isə 5 saata yekunlaşdırır. Onda o 1 saatda işin 5də 1-ni görmüş olur. İkisi bir yerdə işlədilənə görə bunları toplayırıq. Deyir, bəs 2 saatda işin hansı hissəsini görürlər? 1 saatda gördükləri budursa, 2 saatda 2-yə vurulur. Gəlin hesablayaq. 2 vurulsun. Bunları toplayanda 3 5-in 15. 15-də 8 olmuş olacaq burada. 8 2-yə vurulacaq. 16 eləyəcək. 16 bölünsün 15. 1 tam 15-də 1 edir burada cavab. Deməli, bunlar işin tamamından artıq işləyiblər. Yəni, iş tam görülüb, əlavədə işləyiblər. Biri keçib çünki. Biri 3 saata, biri 7 saata ola bilərdi. 3də 1 və 7də 1-i toplayanda görə neçə edir? 21-də 10 edir. İndi bunlar 2 saat işləsələr, bunu 2-yə vuracaqsan, 21-də 20 edəcək. Bu görülmüşü 21-də 20-dirsə, onda görülməmişi 1-dən çıxırsan 21-də 20-ni, onda çıxmaq üçün biri 21-də 21 şəklində yazırıq. Çünki bərabərləşdirib yazmalıyıq. Orada da olur 21-də 1. Yəni, bu görülmüş 21-də 20, görülməmiş 21-də 1 olmuş oldu. Sonra, hovuz məsələlərində görürsünüz, hovuzun biri doldurur, digəri boşaldır. Belə olan hallarda bu opşa hovuzu 3 saata doldurur, digər 5 saata boşaldırsa, deməli 1 saatda bu hovuzun 3də 1-ni doldurur. Digər isə 1 saata 5də 1-ni boşaldır. Bu dolduranda, bu boşaldanda çıxırıq. Çıxanda burada qalır 15-də 2. İndi deyir ki, hovuz ümumi neçə saata görər? Biz tapdıq ki, 1 saatda 15-də 2 hissəsi dolur. 1 saatda 15-də 2 hissəsi dolursa, hovuzun tamamı neçə saata dolar? Onu tapmaq üçün x saat qoyuruq bura. Çarpaz vurub həll edirik. X vur 15-də 2 bərabərdir 1, x də bərabərdir 1 böl 15-də 2-yə. O da eləyir 1 vurulsun 2-də 15-ə, 15 böl 2-də 7,5 etdiyinə görə deməli 7,5 saata hovuz dolarmış.